Mən Musayev Xanov Abduxalqoğlu, Zaqatala rayonunun Kebolba kənd sakini, cənab prezident, mən birbaşa sizə müraciət edirəm. Müraciətimin səbəbi, şikayət müraciətimin səbəbi budur ki, bu mənə məxsus olan, qanuni mənə verilən torpağın üstündə tikdiyim evdir. Deməli, reistir buranı, reistir bələdiyyə ilə birləşib, bunu satıb başqa adama, o adam da ikinci adama satıb, ikinci adam bu banka qoyub evi, girov banka qoyub, pul götürüb. Ona pulu da ödəyə bilməyib, girovu ödəyə bilməyib, gəlib bank buranı söküb dağıtdı. Deməli, bu bir krişanın altında olan, bir damın altında olan ev olub, bu evi sökməkdə mənim yaşadığım tərəf, bu tərəfdə yaşamırdım, bu tərəf hazır deyildi. Bu tərəfdə yaşadığım tərəfi də çox böyük ziyan verib, evlər çatlayıb, barlar boşalıbdır. Bir dənə zəlzələdə ev çökə bilər, içində biz o olaq. Bilmirəm hansı vaxtda olacaqdır. Mənə bu boyda ziyan dəyib. Hal-hazırda bu evdə yaşamaq təhlükəlidir. Yaşayısı vəziyyətdə deyil, barlar boşalıb, krişas boşalıb, evin tavanı bütün çatlayıb, divarlar çatlayıb. Çox təhlükəli vəziyyətdədir. Bunun üçün də sizdən xahiş edirəm ki, əlaqədar təşkilatlardan bu qeyri-qanuni mənim əlimdən alınan evi, gəlib bankın sökülməsini, hamısının cəzasını verməyə göstəriş verəsiniz. Bundan əlavə, deməli, bu yaşadığım evdə keçən ayın noyabrın 16-sı, 18-dən gəlib qazı kəsdilər. Bu qaz idarənin əməkdaşları, qaz idarənin rəhbərləri cənab prezidentin qərarlarına məhəl qoymurlar. Prezidentin qərarı var ki, bu görürsünüz kəsilib qoyub qıraqda. Qərarı var ki, evdə yaşayış ola-ola bunu kəsə bilməzlər. Sembolik qış vaxtı, bir aydan yuxarıda, ay yarımdır, mənim evimdə qaz yoxdur. Bu zəlzələdən dağılan, sökülən vaxtı dağılan, çatlayan barlar, qorxulu vaxtı qaz yoxdur. Üstəlik də o da sobadan istifadə edirəm. Soba ya ev isinmir, bütün evlər çatlayıb, ya ev isinmir, qazım da yoxdur. Dəfələrlə məhkəməyə də müraciət eləmişəm. Məhkəmə sədri Vüqar Məmmədov bunu bağlamasına qərar vermədi. 2-3 dəfə müraciət eləmişəm, bağlamağına qərar vermədi. Rədd cavabını verdi. İkinci dəfə yenə müraciət eləyəndə ayın 24-də məni məhkəməyə çağırıb, özü də otpuskaya gedib, ayın 6-sı gələcək. Bu biri xanım Zərifə Məmmədova da mənə dedi ki, biz təşkilatların işinə müdaxilə edə bilmərik. Qaz idarəsi gəlir, qazımızı kəsirlər. Bu mənim hüquqlarım, vətəndaşın hüquqları pozulur. Ədalətli sudya, ədalətli məhkəmə də buna çarə qılmır, baxmır. Belə də Azərbaycan vətəndaşının hüquqları, qazı kəsirlər. Qazı belə kəsirlər. Qazı kəsmək, kommunal işığı kəsmək, suyu kəsmək qəti qadağandır. Bu vətəndaşın hüquqları pozulmaq deməkdir. O qaz idarəsi gəlib bunu kəsirlər. Onlar işləməlidir. Deməli, belə çıxır ki, bunlara tapşırıq var ki, bunu dəyməyin. Bunun nə marağı var ki, bunu bərpa eləməsin. Qalan işlərini araşdırsınlar, qazı təmin edəndən sonra, bağlayandan sonra. Sizə bildirmək istəyirəm ki, ev sökməyə başlayanda mən evdə olmamışam, yoldaşım mənə zəng elədi. Pul qazanırlar. Salam, mən də şəxsən. Aleyküm salam, xoş gəlmişsiniz. Sağ ol. Sən pəncərədən hara dırmaşırsan? Bu mənim əmlakımdır, bilmirsinizmi? Sənətinizi gətir, mən düşüm. Çıxarışınız var mı evə? Var, ali məhkəmədə işlər. Yox, ali məhkəmə ayrı şeydir. Çıxarış var mı evə? Mənim çıxarışım var bu evə. Sənin var mı? Mənim kadastr planlarım var, yalandan falçev saytından sizə satıblar onu. Mən sizə deyirəm. Heç nə olmur. Hə? Əvvəla sən çəkmək üçün Olmur. Sən bizim hüququmuzu pozursan, bilirsənmi? Yox, siz mənim hüququmu, mənim əmlakım üstündən pəncərədən girirsiniz. Bizim hüququmuzu pozursan, Bəli. Belə evi sökürlər. Mən bir təhər gəlib evə çatdım, özüm deyildim. Gəlib mən bunlardan soruşdum, siz nə əsasdan mənim evimi sökürsünüz? Bir də bizdə nə var? Kupça var, səndə kupça varmı? Kobudluq elədilər məndən. Heç bir buna ya arxitekturanın aktı yox idi, ya məhkəmənin qərarı yox idi. Mən onu tələb elədim, onlardan məni kobudladılar. Bunların faktları da var, çəkilişləri də var.
mənə heç nə göstərmədilər, birbaşa söktü. Bunun barədə mən icra hakimiyyətinə müraciət edirəm. İcra hakimiyyətinin başçısı mənə deyir ki, sən niyə qoydun onu? Mən konla gəlib iri çaxlı texnika ilə buran sökülməm, kona gücüm çatmaz. Xahiş edirəm sizdən bu aidiyyəti olan orqanlara bunun tapşırığını verərsiniz, bunun məsələnin həlli olunmasına. Bəli. Evin küncündə zədəliyibdir, bu tərəfində zədəliyibdir. Bu da bunların axırı. Divarların sökülməsinin axırı. Baxın, kon necə işləyir, necə dağıdır. Bu dövlətin harası hüquqi dövlətdir? Budurmu hüquqi, ədalətli məhkəmənin qərarları?